Vaxtınız xeyir olsun. Kanalımızın değerli izleyicileri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün 4-cü sinif şagirdləri üçün növbəti qarışıq suallardan ibarət sınaqlarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda valideynlər və müəllimlər bizim monitoring PDF-lərimizi və yaxud linklərimizi əldə edib şagirdlərimizə işlədə bilərsiniz. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, 5 tam %4 ədədi ilə 3 tam onda 7 ədədinin cəmini tapın. 5 tam %4 üzərinə 3 tam onda 7. 4 gələcək bura, 7 bura, 8 də bura. Vergülü də atacaq buradan. Olacaq 8 tam %74. Keçək növbəti suala. Tənliyi həll edin. 4x minus 120 bərabərdir 1080 tənliyini həll edin. Bu zaman 4x bərabərdir 1080 ilə 120'ni toplayıram. 4x bərabər olur 1200'ə. 1200. X də bərabər 1200'ü 4'ə bölürük 300. Deməli x'in qiyməti oldu 300. Doğru cavab B variantında qeyd olunub. Növbəti bir sual. Deyir həcmi 120 cm kub olan düzbucaqlı paraleliped formalı qutunun uzunluğu 6, eni 5'dir. Bu qutunun hündürlüyü neçə santimetrdir? Bir kuboid çəkək, yəni düzbucaqlı paraleliped çəkək. Deməli, buradan uzunluq var 6, n 5, hündürlük x-dir. Həcm necə tapılır? V bərabərdir A vur B vur C. O deməkdir ki, yəni hündürlük vurulsun uzunluq vurulsun n. 6 vurulsun 5 vur x bərabərdir 120'ye. Həcm verib bizə. 30x bərabərdir 120'ye. X də bərabərdir 4'ə. Bizdən nəyi soruşurdu? Hündürlüyü. Hündürlüyü olacaq 4 cm. Doğru cavab olacaq A variantı. Növbəti sual 4 nömrəli sualdır. Deyir hansı müqayisə doğrudur? A variantı. 0 tam %45 böyükdür 0,5'dən. Bu yanlışdır. Niyə yanlışdır? Bunun sonuna bir dənə 0 atsam, 5'in sonuna. Olacaq 0 tam. İndi baxaq, onluqlarına baxsa, bu 4'dür, bunun onluğu 5'dir. O zaman bu yanlışdır. İkincisi, onda 6 kiçikdir 0 tam %55'dən. 0 tam onda 6 belə yazaq. Kiçikdir 0 tam onda 0 tam yox, 0 tam %55'dən. Biz bura bir dənə 0 atsaq, 60 55'dən kiçik ola bilməz. Deməli bu da yanlışdır. Birincisi də yanlışdır. İkinci də yanlışdır. Üçüncü C variantı. 2 tam %8 kiçikdir 2 tam onda 1'dən. Bunu yazaq. 2 tam %8 kiçikdir 2 tam onda 1'dən. 2 tam onda 1. Bunun sonuna bir dənə biz 0 atsaq burada. O zaman belə deyək ki 208 210'dan əlbəttə kiçikdir. Doğru cavab C variantındakı doğrudur. Digər varianta da baxaq. D variantında deyir 0,3 %3'ə bərabərdir. Yanlışdır bu. Bərabər deyil. Keçək növbəti bir suala, 5 nömrəli suala. Deyir hazırda saat 21:15'dir. 2 saat 45 dəqiqə əvvəl saat neçə idi? Aha. Demək 21:15'dən çıxırıq 2:45'i. Biz bura 1 saat versə 75'dən 45 çıxanda 30. 20'dən də 2 çıxanda 18. 18 30. Doğru cavab olacaq A variantı. Keçək növbəti bir suala. Deyir avtomobil 60 kilometr yola 5 litr yanacaq işlədir.
Bəs 25 litr yanacaqla bu avtomobil neçə kilometr yol gedər? Baxaq. Birinci 25 hər 60 kilometrə 5 litr yanacaq sərf olunur. O zaman 25'i bölərik 5 yerə. Görək neçə dəfə bizim orada 5 litrimiz var. 5 dəfə. Hər 5 litrə də 60 gedirsə, 60'ı vurarıq 5'ə. Ümumi 300 kilometr getmək olar. Doğru cavab B variantında qeyd olunubdur. 7. Perimetri 80 metr olan düzbucaqlı formalı sahənin uzunluğu enindən 6 metr çoxdur. Bu ərazinin sahəsi neçə metr kvadratdır? Baxaq, bir düzbucaqlı formasındadır. Biz bunun uzunluğu enindən 6 metr böyükdür. Bura x desək, uzunluğa x plus 6 deyərik. Və düzbucağın perimetri necə tapılır? P bərabərdir A plus B vur 2. X üzərinə x plus 6 vurulsun 2 bərabərdir 80'ə. Perimetrin tapacağıq. X'larımızın cəmi olacaq 2x plus 6 bərabərdir 40'a. 82'yə bölüm 40 və 2x bərabərdir 34'ə. X də bərabərdir 34'ü 2'yə bölsək 17. 17 endi. Uzunluq isə 17 üstə 6 23. Bizə nə lazımdır? 17'ni 23'ə vurmaq. Olacaq 391 metr kvadrat. Doğru cavabımız olacaq A variantında. Keçək növbəti suala. Şərtə uyğun olaraq K rəqəminin ala biləcəyi qiymətləri cəmini tapın. Deməli 4700K3 kiçikdir 4763'dən. 4700K3 kiçikdir 4763'dən. K'nın yerinə biz nə yazarıq? K'nın yerinə yaza bilərik 1. Natural qiymətlər yazarıq bura. 1, 2, 3, 4, 5, 6'nı yaza bilmərik. Və bunun cəmini istəyir bizdən. Toplasaq 15 edəcək. Doğru cavab olacaq C variantında. 9 nömrəli sual. Deyir atanın yaşı oğlun yaşının 3 qatından 5 vahid çoxdur. Onların yaşlarının cəmi 61 olarsa atanın neçə yaşı var? Baxaq. Ata olsun, bir də oğul. Oğula bir dənə kvadrat desək, ata bundan 3 qatından 5 vahid çoxdur. Və nəticə 61'ə bərabərdir. Bu zaman 4 kvadrat üzərinə 5 bərabərdir 61'ə. 4 kvadrat tam hissə modeli ilə yazdım ki, rahat olsun, bərabərdir 56'ya. Bir dən kvadratımız da bərabərdir 14'ə. İndi atanın yaşını istəmir. 14'ü vurarıq 3'ə. 42. Üstünə də 5 gəlsək, atanın yaşı olacaq 47. Doğru cavab olacaq B variantı. Atanın yaşını istəyirdi. Növbəti sual 10 nömrəli sualdır. Deyir ki, birinci yeşikdə 12,48 kiloqram alma var. İkinci yeşikdə isə bundan 10,4 kiloqram çox alma var. Üçüncü yeşikdə isə birinci və ikinci yeşikdə almaların birgə çəkisi qədər alma var. Üçüncü yeşikdə cəmi nə qədər alma var? Gəlin baxaq. Birinci yeşiyimiz məlumdur 12,48. İkinci yeşiyimiz 10,4 0,4 deməkdir. 12,48'in üzərinə 0,4'ü gəlirik. Yəni bizə ikinci yeşikdə olur nə qədər? 12,88 kiloqram. Üçüncüsündə isə bunların ikisinin birgə cəmi qədər. Yəni 12,48 üzərinə 12,88. Nəticə etibarilə nəyə bərabərdir? 25,36'ya. İndi
hər üçün tapacağıq. Hər üçü məlumdur. Yəni birinci yeşikdə 12,48, ikinci yeşikdə 12,88, üçüncü yeşikdə 25,36. Üçün birgə cəmini istəyir bizdən. Toplasaq, bura olar 72 tam, bu da 50. Yəni 50,72 kiloqram doğru cavabımız olacaq B variantı. Suallarımız bu qədər. Növbəti suallarda görüşənədək sağ olun, salamat qalın.